Salam, xoş gördük hər birinizi. Bu gün qeyri-formal məntiq fənni üzrə növbəti mühazirəmizə başlayırıq. Bu gün müzakirə etmək istədiyimiz mövzu qorxuya və ya zorakılığa müraciət adlı qeyri-formal məntiqi xətadır. Əvvəlki dərslərimizdə qeyd etdiyimiz kimi, qeyri-formal məntiq xətaları bir neçə qrupa ayrılır. Onlardan biri uyğunluq xətasıdır və bu gün müzakirə etmək istədiyimiz məntiqi xəta məhz uyğunluq kateqoriyasına mənsub olan qeyri-formal məntiqi xətadır. Əvvəlki dərsimizdə qeyd etdiyimiz kimi, uyğunluq xətalarında arqumentin müqəddimələri ilə oradan çıxan nəticə arasında heç bir məntiqi bağlılıq, məntiqi əlaqə mövcud olmur. Onlar arasında yalnız psixoloji və ya emosional bağlantı mövcud olur və buna görə də sanki arqumentin nəticəsinin onun müqəddimələri tərəfindən əsaslandırılmasına dair bir yanlış təəssürat yaranır. Halbuki biz bunu məntiq müstəvisində analiz edən zaman dərhal burada məntiqi xətanın ehtiva edildiyini aşkarlaya bilərik. Və bu yanaşma uyğunluq xətasının bütün növlərinə aiddir və bu günləri müzakirə edəcəyimiz qorxuya müraciət məntiqi xətasında həmin emosional və ya psixoloji bağlantı adından göründüyü kimi qorxu və ya təhdid amili ilə əlaqələnmiş olur. Deməli, birinci sualımız, qorxuya müraciət məntiqi xətası necə yaranır? Biz bu suala necə cavab verə bilərik? Əgər arqumenti irəli sürən insan qarşı tərəfi arqumentin nəticəsi ilə tanış etdikdən sonra onu açıq və ya gizli şəkildə bu nəticəni qəbul etmədiyi təqdirdə hər hansı bir təhlükənin baş verəcəyi ilə təhdid edərsə, onda qorxuya müraciət adlı qeyri-formal məntiqi xəta meydana çıxmış olar. Başqa sözlə, burada arqumenti irəli sürən insan, yəni arqumentin müəllifi, qarşı tərəfi, bu bir insan ola bilər və ya bir neçə insandan ibarət insanlar qrupu ola bilər, onları qorxu və ya təhdid altında psixoloji cəhətdən manipulyasiya edərək həmin nəticənin doğru olmasına inandırmaq istəyir. Biz nümunələrə keçid almazdan əvvəl, yəni bu arqumentin latın dilində olan adının qısa şəkildə izahına baxaq. Yəni diqqət yetirdiyiniz kimi, həmin arqumentin adı latın dilində argumentum ad baculum. Əgər mən latın dilində düzgün tələffüz etdimsə, bu şəkildə ifadə edilir və burada bizim üçün maraqlı olan baculum, yəni bu terminin latın dilindən tərcüməsi, yəni bu çubuq kimi tərcümə edilir, yəni hərfi tərcüməsi belədir və bunun da özünün maraqlı bir tarixi kontekstdə izahı vardır. Belə ki, qədim Romada hər bir siyasi lider və ya mühüm ictimai xadim əlində adətən bakulum adlanan kiçik, nazik çubuq ilə hərəkət edərdi və həmin çubuğun da simvolizə etmək istədiyi amil həmin insanın cəmiyyətdə güc və ya nüfuz sahibi olması idi. Deməli, argumentum ad baculum, yəni qorxuya müraciət xətasında isə biz həmin çubuq anlayışı məhz qarşı tərəfə tətbiq edilən qorxu, bu ola bilər psixoloji qorxudur, yəni psixoloji təhdiddir, bu ola bilər fiziki təhdiddir, yəni sözün birbaşa anlamında edilən bir fiziki zərər ilə bağlı olan qorxutmadır. Yəni həmin qorxu amilini simvolizə edən bir nüfuz və gücü bildirir. Və deməli bu arqumentin latın dilindən birbaşa tərcüməsi əslində çubuğa müraciət arqumentidir, amma çubuq qorxu və ya təhdidi irəli sürən insanın güc və nüfuza malik olması və bundan istifadə edərək qeyd edilən amillər çərçivəsində qarşı tərəfi inandırmaq istəyi səbəbindən
Deməli, çubuğa müraciət deyil, qorxuya və ya zorakılığa müraciət şəklində Azərbaycan dilində bu ifadə edilir. Deməli, biz keçid ala bilərik nümunələrimizə, yəni qorxuya və ya zorakılığa müraciət məntiqi xətası, yəni bu uşaqlar və yeniyetmələr tərəfindən tez-tez istifadə edilən bir arqument növü ola bilər. Məsələn, birinci nümunəmiz, yeniyetmə öz həmyaşıdına belə deyir: sənin etdiyin hərəkət yanlışdır. Əgər sən mənimlə razı deyilsənsə, onda mən öz idmançı dostumu çağıracam və o səni döyəcək. Diqqət yetirirsinizsə, buradan çıxan nəticə əslində belədir ki, sənin etdiyin hərəkət yanlışdır. Amma bu hərəkətin yanlış olmasının əsaslandırılmasının arxasında heç bir məntiqi sübut, heç bir arqumentasiya prosesi dayanmır. Bu sadəcə insanın qarşı tərəfi fiziki cəhətdən təhdid etmək yolu ilə onu hər hansı bir fikrin doğru olmasına inandırmaq cəhdindən başqa bir şey deyildir. Və biz bunu nəzərə alaraq argumentum ad baculum xətasını şərti olaraq aşağıdakı strukturda ifadə edə bilərik. Daha doğrusu, onun strukturunu şərti olaraq aşağıdakı kimi ifadə edə bilərik. Deməli, müqəddiməmiz, arqumenti irəli sürən insan özünün qarşı tərəfi təhdid etmə və ya qorxutma taktikasını ehtiva edən mövqeyini təqdim edir. Bu halda, yəni bizim nümunəmizdə, o özünün mövqeyini belə ifadə edir ki, əgər sən mənimlə razı olmasan, mən öz idmançı dostumu çağıracam və o səni döyəcək. Bu həmin insanın mövqeyidir. Və buradan çıxan nəticə belədir ki, ya arqumenti irəli sürən insanın mövqeyi ciddi qəbul edilməlidir, yəni onun səni inandırmaq istədiyi fikir qəbul edilməlidir. Yəni bizim nümunəmizdə sən qəbul etməlisən ki, sənin etdiyin hərəkət yanlışdır, ya da qarşı tərəf və ya üçüncü tərəf zərər çəkə bilər. Başqa sözlə, bizim nümunəmizdə əgər sən bu mövqeyi ciddi qəbul etməsən, yəni yanlış etmiş olduğunu qəbul etməsən, onda mənim idmançı dostum tərəfindən döyüləcəksən, yəni bu fiziki zərər vurma riskini, ehtimalını özündə ehtiva edir. Və buradan belə bir güman nəzərdə tutulur ki, qarşı tərəf təbii ki, fiziki cəhətdən zərər görmək istəməyəcək və qorxu qarşısında geri çəkiləcək. Başqa sözlə, arqumentin müəllifi öz istəyini, yəni inandırmaq istədiyi fikri qarşı tərəfə qəbul etdirmiş olacaq. Və biz bunu simvolik şəkildə aşağıdakı kimi də ifadə edə bilərik. Yəni burada A hərfi arqumenti irəli sürən insanın simvolik ifadəsidir. Qarşı tərəf oxucu O hərfi ilə ifadə edilib və ya dinləyici D hərfi ilə ifadə edib. Deməli, arqumenti irəli sürən insan əvvəlcə oxucunu və ya dinləyicini təhdid edir, onları fiziki və ya psixoloji cəhətdən qorxuzmağa çalışır, daha sonra isə öz nəticəsini təqdim edir. Yəni, birinci nümunəmizdən çıxan yanlış nəticə belə olmasın ki, bu arqumentdən yalnız yeniyetmə yaş həddində olan insanlar istifadə edir, yəni uşaqlar və yeniyetmələr tərəfindən gündəlik həyatda istifadə edilir, yəni belə bir yanlış təəssürat yaranmasın. Çünki praktik cəhətdən bu qəbildən olan arqumentlərə biz hətta siyasi sferada da rast gələ bilərik. Məsələn, bizim ikinci nümunəmiz belədir. Yəni, TV-də canlı yayımda siyasi mövzuda keçirilən debat zamanı oponentlərdən biri digərinə belə deyir: sizin təksib etmək istədiyiniz fikir siyasi elita haqqında kitab yazmış müəllifə məxsusdur və onun siyasi elita ilə sıx əlaqələri mövcuddur. Başqa sözlə, yəni siz əslində həmin fikri təksib edə bilməzsiniz. Çünki əks halda bu kitabı yazmış olan müəllif özünün siyasi elita ilə sıx əlaqələrindən istifadə edərək sizə zərər yetirə bilər.
Yəni birinci nümunədən fərqli olaraq buradakı nümunə artıq fiziki deyil, daha çox psixoloji bir təhdid xarakterini özündə ehtiva edir. Amma istənilən halda, yəni psixoloji təhdid vasitəsilə də, psixoloji qorxu vasitəsilə də hər hansı bir nəticənin çıxarılması məntiqi cəhətdən düzgün deyildir. Yəni məntiq müstəvisində bu artıq özündə qeyri-formal məntiqi xətanı ehtiva edir. Deməli, bütün bu deyilənləri biz necə ümumiləşdirə bilərik? Nəyə görə, hansı səbəbdən bu qəbildən olan arqumentlər özündə qeyri-formal məntiqi xətanı ifadə edir? Ona görə ki, bu qəbildən olan arqumentlərdə həmişə ən azından bir müqəddimə yalan və mübahisəli olur. Amma sadəcə fiziki və ya psixoloji təhdid altında olan qarşı tərəf ola bilsin ki, müqəddimənin yalan və ya mübahisəli olduğunun fərqinə varmır, ona diqqət yetirmir və ona görə də bu gizli qalan yalan və ya mübahisəli müqəddimə səbəbindən arqumentin əslində özündə qeyri-formal məntiqi xətanı ehtiva etməsi bəzən fərq edilməyə bilər və ona görə də bu qəbildən olan arqumentlərdən uğurlu şəkildə manipulyasiya vasitəsi kimi istifadə edilə bilər. Amma biz bir qədər məntiqi cəhətdən diqqətlə həmin arqumenti analiz etməyə başlasaq, həmin mübahisəli və ya yalan olan arqumenti bərpa edə bilərik. Məsələn, birinci nümunəmizin arqumentini biz belə yaza bilərik. Əgər idmançı dostum sənin yanlış hərəkət etdiyini qəbul etmədiyin üçün sənə qarşı zorakılıq tətbiq edərsə, onda sən həqiqətən yanlış hərəkət etmisən. Diqqət yetirirsinizsə, yəni biz arqumenti tam şəkildə bərpa etdikdən sonra artıq burada olan mübahisəli və ya yanlış olan müqəddimə, fikir dərhal diqqəti cəlb edir və adi gözlə baxarkən də, yəni dərin məntiqi analiz etmədən də bir insanın yanlış hərəkət etməsinin səbəbi və ya bu fikrin doğru hesab edilməsinin səbəbi ona qarşı hər hansı bir digər insan tərəfindən fiziki zorakılığın tətbiq edilməsi ola bilməz. Yəni, bu hər hansı bir fikrin qəbul edilməsi meyarı kimi çıxış edə bilməz. Və yaxud ikinci nümunəmiz. Yəni, siyasi elita ilə bağlı kitab müəllifi olan bir insanın fikirlərini biz niyə təksib edə bilmərik? Yəni, ikinci nümunəmiz bu haqda idi və biz bu müəllif ilə bağlı olan arqumenti də tam şəkildə bərpa etsək, yəni təqribən belə bir fikir ortaya çıxmış olur. Əgər mən sizi qorxutmağa müvəffəq oldumsa, onda sizin təksib etməyə çalışdığınız fikri əslində təksib etmək qeyri-mümkündür. Amma aydın məsələdir ki, qorxu altında hər hansı bir fikrin təksib edilməsindən əl çəkmək və ya onun yalan olmasını arqumentləşdirmək istəyindən əl çəkmək yol verilməzdir. Yəni, bu məntiqi cəhətdən özündə qeyri-formal məntiqi xətanı ehtiva edir. Və prinsipcə biz bu şəkildə olan, bu qəbildən olan arqumentlərdən effektiv şəkildə istifadə edilməsi mümkün müxtəlif situasiyaları fərqləndirə bilərik. Məsələn, qeyd etdiyimiz kimi bu istər gündəlik situasiyada ola bilər, istər bu siyasi sferada ola bilər. Eyni zamanda jurnalistlər, dindarlar və digər kateqoriyadan olan insanlar da arqumentin nəticəsinə inandırmaq üçün zorakılığa və ya təhdidə, qorxutmağa müraciət taktikasından istifadə edə bilərlər. Məsələn, üçüncü bir nümunəmizə baxa bilərik. Yəni, burada radioda tanınmış ictimai xadimin geniş dinləyici auditoriyasına müraciəti ilə bağlı müəyyən bir arqument irəli sürülmüşdür. Təbii ki, bu şərti bir arqumentdir. Ola bilər ki, reallıqda belə bir arqument heç bir zaman irəli sürülməyib. Amma gəlin arqumentin özünə baxaq. Yəni, burada qeyd edildiyi kimi, arqumentdə qeyd edildiyi kimi,
terrorizm 21-ci əsrin bəlasıdır. Belə ki, yalnız 2019-cu ildə dünyada 28 mindən çox insan müxtəlif terror aktlarının qurbanına çevrilib. Əgər biz terrorizmə qarşı mübarizə aparmasaq, onda bizim övladlarımız və nəvələrimiz daim terror hücumuna məruz qalma qorxusu altında yaşayacaq. Deməli, bu arqumentdən çıxan nəticə belədir ki, terrorizmə qarşı mübarizə aparmaq lazımdır və bu nəticənin çıxarılması üçün istifadə edilən digər bütün fikirlər əslində arqumentin müqəddimələri qismində iştirak edir. Yəni, terrorizmin mövcud olması bu faktdır, yəni statistik göstərici verilib. Əgər terrorizm bu qədər geniş yayılıbsa, bu insanlarda daim terror hücumuna məruz qalma qorxusunu yaradır və heç bir insan bu qorxu altında yaşamaq istəməz. Əgər biz bu qorxudan xilas olmaq istəyiriksə, deməli, bir mənalı şəkildə terrorizmə qarşı mübarizə aparmalıyıq. Yəni, biz arqumenti bu şəkildə, ardıcıl şəkildə müqəddimələrdən və nəticədən ibarət bir formaya salan zaman, bir fikir ardıcıllığını qoyan zaman, artıq burada qeyri-formal məntiqi xətanın əks olunması daha çox aydın şəkildə diqqət mərkəzinə gəlir. Başqa sözlə, yəni terror hücumuna məruz qalma qorxusundan xilas olmaq üçün mütləq şəkildə terrorizmə qarşı mübarizə aparmaq zərurəti yaranmır. Və yaxud başqa şəkildə qeyd etsək, terrorizmə qarşı mübarizə aparmaq üçün, yəni biz qeyd edilən müqəddimələrdən müəyyən bir məntiqi nəticə çıxarma əməliyyatını həyata keçirə bilmərik. Məsələn, ola bilər ki, həmin qorxudan xilas olmaq üçün terrorizmi yaradan səbəblər, məsələn, iqtisadi, siyasi, ekoloji və s. səbəblər aradan qaldırıla bilər. Yəni, bu birbaşa olaraq terrorizmə qarşı silahlı və ya fiziki mübarizə aparmaq anlamına gəlmir. Yəni, bu mübarizə daha çox həmin terrorizmin meydana çıxmasını şərtləndirən səbəblərin aradan qaldırılmasını özündə ehtiva edə bilər. Yəni, diqqət yetirirsinizsə, yəni biz eyni fikirlərdən, eyni ilkin şərtlərdən, müqəddimələrdən, yəni fərqli bir nəticənin də çıxarıla bilmə ehtimalını irəli sürə bilərik. Yəni, belə bir qeyri-müəyyənlik şəraitində, əgər biz bu arqumentin düzgün qurulmasını iddia ediriksə, yəni bu məntiqi cəhətdən yol verilməz bir addımdır. Və bizim növbəti, məsələn, nümunəmiz, 4-cü nümunəmiz belədir. Yəni, TİBİ-də sosial xarakterli proqramın canlı yayımında aparıcı geniş izləyici auditoriyasına müraciət edir. Yəni, COVID-19 pandemiyası sürətlə irəliləyir. Belə ki, o hər gün ölkəmizdə yüzlərlə yoluxma və onlarla ölümə səbəb olur. Bu virusdan necə qorunmağınızdan asılı olmayaraq, siz heç bir zaman ona yoluxmaq təhlükəsindən xilas ola bilməzsiniz. Bu səbəbdən hamı COVID-19-a qarşı vaksin olunmalıdır. Yəni, qeyd edilən fikirlərdən də hamının vaksin olunması nəticəsi çıxmır. Çünki vaksin olunmağa gətirib çıxaran, yəni səbəblər və yaxud arqumentlər, sübutlar silsiləsində bizim heç olmasa bəzi sübutları diqqətdən qaçırmağımız analiz edilə bilər. Yəni, ola bilsin ki, bu faktdır, yəni pandemiya sürətlə artır, ola bilsin ki, bu da faktdır, yəni heç kim pandemiyanın yaratdığı təhlükədə alanmayıb, amma bu o demək deyildir ki, hamı vaksin olunmalıdır. Yəni, ən azı burada çatışmayan, gizli qalan arqumentlər və yaxud mübahisəli ola bilən arqumentlər, yəni vaksinlərin nə dərəcədə etibarlı olması, onların nə dərəcədə düzgün şəkildə, etibarlı şəkildə klinik təcrübələrdən keçməsi, insan orqanizmi üçün yan təsir effektlərinə malik olmaması, yəni bu qəbildən olan informasiyalarda, bu qəbildən olan sübutlarda arqumentdə öz əksini tapmalıdır. Əgər onlar arqumentdə öz əksini tapmazsa, yalnız iki səbəbdən, iki sübutdan,
Yəni pandemiyanın sürətlə irəliləməsi, yayılması və ona qarşı hamının yoluxa bilmə riskini özündə ehtiva etməsindən hələ hamının həmin pandemiyaya qarşı vaksin olunması nəticəsi çıxmır. Yəni məntiqi ardıcıllıq burada pozulduğuna görə biz bu qəbildən olan arqumentasiyanı da özündə psixoloji qorxuya, müraciət xətasına ehtiva edən bir arqument kimi qəbul edə bilərik. Yəni bu gün də izah etmək istədiklərimiz bu qədər. Yəni bu arqumentasiya haqqında fikirlərimizin davamını növbəti mühazirədə, növbəti dərsdə davam etdirəcəyik. Diqqətinizə görə hər kəsə təşəkkür edirik. Suallarınız olarsa ünvanlaya bilərsiniz.